Salam əzizləyicilər, bugünkü avtomobilimiz Chery sinifinə aid olan Jayco C8 avtomobilidir. Deməli, belə bir problemi var ki, bunun dinamiklərdən səs gəlmir. Avtomobil yeni olmağına baxmayaraq belə bir problemi var. Bax, qoşmuşuq. Səs gəlmir. Səsi artırıb azaldırıq. Deməli, bunda kompütera da qoşulmuşuq. Belə bir xəta kodları var. Deməli, amp. Deməli, external amplifier. Deməli, bunda səs gücləndiricisi var. Kənar. Yəni, magnitofonun içində, multimediyanın içində deyil. Deməli, ona qoşula bilmir. Ona görə də burada belə xəta kodu var. Deməli, bu problem nədə ola bilər? Bu, indi sizə sxemdə də göstərəcəm. Bu kan xəttindən qoşulubdur avtomobilə. Bunun qidaları var, kan xətti mövcuddur. Ona görə bu özü diaqnostikaya girir. İndi bir-bir sizə yoxlayaraq göstərəcəm ki, problem nədədir. Əzizləyicilər, bu avtomobilimizin multimedia sisteminin elektrik sxemidir. Bu, hal-hazırda gördüyünüz səs gücləndiricisidir. Deməli, bunun 2 naqillə qidalanır. Hansı ki, akkumulyator batareyasından 25 amperlik qorucudan gəlir. 2 dənə də gövdəsi var. Deməli, bir də bunun kan xətti var. Kan xətti də görürsünüz, kan high, kan low. Bu ikinci ştekerə 19 ilə 20-ci ayağı bunun kan xəttidir. Deməli, birinci ştekerdə də 1 ilə 2 bizdə plus 12 volt olasıdır akkumulyator batareyasının gərginliyi. 3 ilə 4-də də bizdə gövdə olasıdır. İndi sizə göstərəcəm ki, bu 1 ilə 2 hansıdır. Gördüyümüz kimi bu birinci ştekerimizdir. Bu da ikinci. Deməli, bizdə burada 1 ilə 2-də plus 12 volt olasıdır. 3 ilə 4-də gövdə, massa. 19 ilə 20-ci ayaqda da, burada görsənir, 19 ilə 20-ci ayaqda da bizdə kan xəttləri olasıdır. Bu da avtomobilin arxa hissəsində yerləşir bizim səs gücləndiricisi. İndi onun xəttlərini bir-bir yoxlayıb araşdıracaq ki, bu avtomobildə problem nədədir. Əzizləyicilər, avtomobilimizin arxa sağ hissəsini sökmüşük. Sxemdə gördüyümüz kimi burada yerləşir. Çıxartmışıq səs gücləndiricisini. Deməli, burada 2 dənə ştekeri var. Bunlardan biri budur, biri də o birisidir. Birinci, ikinci ştekeri. Deməli, birinci ştekerdə bizdə 1 ilə 2-də plus 12 volt olmalıdır. 3 ilə 4-də də gövdə. Deməli, kontrol lampanın bir ayağını qoşmuşam plusa. Bir ayağını da indi gövdələri yoxlayacağım. İşləyir. İndi plusları da yoxlayacaq. Massaya qoşmuşuq. Deməli, var. Burada da var. Deməli, indi kan xəttini yoxlayacaq. Kan xətti də bu birisi ştekerdədir. Onu da göstərəcəm sizə. Ondan sonra başa düşəcək ki, problem nədədir. Deməli, əzizləyicilər, oscilloscopun ayaqlarını qoşmuşuq. Burada da gördüyümüz kimi kan xəttləri var. Normal da siqnalları var. Bizdə indi məsələ belədir ki, kan xəttimiz var. Qidalar yerindədir. Bizdə problem səs gücləndiricinin özündədir. İndi onu dəyişəndən sonra sizə göstərəcəm ki, səsi eşitmək yox, görmək də olar. İndi onu da sizə göstərəcəm. Əzizləyicilər, səs gücləndiricisini dəyişmişik. Deməli, bunun dinamiklərinə qoşulmuşuq. Bax, belə bir siqnallar var. Mahnı oxuyur indi. Deməli, biz musiqini eşitmək yox, görə də bilərik. Bax, bu siqnallar vasitəsindən. İndi sizə göstərəcəm ki, dinamiklər həqiqətən də oxuyur. Səs gəlir. İndi kompüterdə də sizə göstərəcəm ki, qoşulub yoxsa yox.
Əzizləyicilər, gördüyümüz kimi external amplifier deməli kan xəttindən qoşuldu. Belə deyək, ailəyə qayıtdı və multimediada işləyir. Очень хочется говорить о работе, потому что еще не осознал, сколько тебе нужно работать для пенсии. Поэтому новости... Bizim avtomobilimizin problemi səs gücləndiricinin özündə idi. Diqqətiniz üçün təşəkkürlər.